Yetər ki, sən xeyrin içində olmağı bilməyin, biraz cəmiyyətə düzgün baxsan, görərsən ki, sən xeyr içindesin. Görürsən Ramazandır, iftar yəni yeyənlər var, görürsən siqaret çəkirlər, bəziləri içki məclislərində oturur, bəziləri heç fikir vermir, bilmir Ramazan ayı gedirsən, məsələn, deyir ki, çay verim, yemək verim, bilmir, dünyadan xəbəri yoxdur. Lakin sən əlhəmdülillah bilirsən Allah Taala qadağa qoyub, Allah Taala əmr eləyib, Allah Taala icazə verib. Yəni, bu böyük nemətdir, bunu bilmək böyük nemətdir. Bəli, bizə adi gəlir. Biz, məsələn, bəzi qədər indi danışırıq, bəlkə də kimlərsə buna adi baxır, amma bəzən elə hadisələrlə rastlaşırsan ki, deyirsən, görəsən, yəni Allah sənə nə qədər böyük nemət verir. Yəni adam ümumiyyətlə bu ayı hiss eləmir. Fərqində deyil. Yəni onun üçün fərqi yoxdur, dekabrdır, fərqi yoxdur, yanvardır, apreldir. Aydındır, fərqi yoxdur, onun üçün şavvaldır, fərqi yoxdur, onun üçün rəcəbdir, ayıdır, yoxsa zilhiccədir, zilqadədir, fərqi yoxdur. Və Ramazandır, bilmir. Yəni hamısının eyni keçir. Təbii ki, bu qəflətin özüdür. Və sən əlhəmdülillah qəflətdə deyilsən, qafil deyilsən. Bu böyük nemət. Bunu başa düşmək lazımdır. Bilmək lazımdır ki, biz qafil deyilik.